Muzammil suresi Mekkede nazil bo'lgan. Jami 20 oyat. Nihoyat shafqatlik va mehribon Allohning ismi bilan boshlayman. Ey kiyimga yo'ginib olg'uchi payg'ambar, kechining ozg'inisidan boshqasida, yerimida yoki yerimidinmi azroqida yoki yerimidin ko'pragida namoz o'qig'in. Qur'onni tartil bilan, ya'ni dana uchiq o'qig'in. Sana haqiqatan vaznilik Qur'onni nozil qilamiz. Shubhisizki kechining qiyomi, ya'ni kechida kishining ibodat qilishi uchun uyqudan uyg'onib turishi eng muvofiqdir. Tinish bo'lganligi uchun kechining qiroati eng to'g'ri bo'ladi. Haqiqatan kunduzi ish bilan aldirash bo'lasan. Shunga ibodatga kechisi berilgin. Parvardigoringning nomini yod etgin. İbadetingda uningga to'liq yuzlangin. O mashriqning va mag'ribning parvardigoridir. Uningdan boshqa hech iloh yo'qdir. Uni homiy qilib olgin. Ya'ni hamma ishingni uningga topshirgin. Ularning so'zlariga sabr qilgin. Ularni chiroyliqcha tark etgin. Ey Muhammad, mening oyatlarimni inkor qilguvchi davlatmanlarni menga qo'yib etgin. Ya'ni ularning jazosini o'zim beraman. Ularga ozg'ina muhlat bergin. Shubhisizki bizning dargohimizda ularga ig'ir eshaklar va ko'ydirguchi do'zax bor. Zaqqum zaridan iborat qaldan o'tmaydigan tamoq va qattiq azob bor. O kunda zimin va tog'lar qattiq tavraydi. Tog'lar bir döve ko'shmi qumga aylandi. Shubhisizki biz Piravinga bir payg'ambarni avatgandek sizlarga amalinglarga guvohlik berguchi bir payg'ambarni avatdik. Piravin payg'ambarga, ya'ni Musa alayhissalomga osiylik qildi. Ya'ni Piravin Musa alayhissalomga iymon aytmay, uni yolg'onga chiqardi. Ey Quraysh jamoasi, sizlar Muhammad alayhissalomga osiylik qilgandek, Piravinmi Musa alayhissalomga osiylik qilgan edi. Shuning bilan uni qattiq jazoladik. Agar iymon aytmasanglar, dahshatidan balalarning chichini oqartibdigan kundan qandoq saqlanasizlar? O kunning dahshatidan osmon yerildi. Allah'ның vədisi çoxum əməlgə aşıdı. Çünki Allah vədisiga xilaflıq qılmaydı. Bu ayətlər həqiqətən vəz nəsiyyətdir. Bu vəz nəsiyyətdən faydalanışını xalığan adam Pərverdigarığı yetküzdüğən yolunu tutsun. Ey Muhammed! Şübhəsizki Pərverdigarın senin və sən bilən bolğanlarının, yəni sahabilərdən bir top adamның təhəccüd namazı üçün keçinin 3-dən 2 həssəsidə, yerimida və 3-dən 1 həssəsidə turduğanlıqlarını bilidu. Keçi bilən kündüzünün uzunluğunu Allah aldın ala belgiləydi. Sizlərinin onu hesablab bulalmaydıqanlıqlarını Allah bilidu. Allah sizlərə rəhim qıldı. Qur'andan sizlərə qolay bolğanını oqunlar. Allah bilidu ki, bəzinlər kisəl bulub qalısılar. Bəzilər Allah'ның fəzlini tilab, yəni ticarət qılıb yer yüzüdə səfər qılıdı. Yəni bəzilər Allah'ның yolunda cihad qılıdı. Şunun üçün onundan, yəni təhəccüd namazdan qolay bolğanını oqunlar. Pərz namazni ada qılınlar. Zakatını beringlar. Allah'a qarzi hasana beringlar. Yani Allah'ның razılığı üçün yaxşılıq yollarına pul, mal sərf qılınlar. Özünlər üçün dünyada qaysı bir yaxşı işini qılsanlar, Allah'ның dərgahida teximi yaxşı, teximi katta savabqa erişsizlər. Dünya bolsa panidir, ahiret bolsa baqidir. Yaxşı bəndilər üçün Allah'ның dərgahidiki savab həmmədən artıqdır. Allah'dan məğfirət dilənlər. Allah həqiqətən nəhayəti məğfirət qılğucudur, nəhayəti mehribandır.